Məsələn, misal çəkim sizə, necə İran diplomatlarla danışmaq lazımdır. Mən deyərdim ki, Moskvada görüş idi, 5 ölkə, Xəzər dənizin konvensiya müzakirə eləyirdi və axşamüstü otururduq, söhbət eləyirdi və mən Cavad Zarifdən soruşdum ki, Cavad, biz tərpənməliyik. Sən bir mənə başa sal. Qırmızı xətt İran üçün nədir? Fikirləşdi, dedi ki, əsas məsələ ki, üçüncü ölkələrin Xəzər dənizində nə gəmiləri, nə gücü olsun. Mən dedim ki, Azərbaycan bu tərəfdarıdır. Lavrov yanında oturmuşdu, deyir, biz bir mənalı tərəfdarıyıq. Sonra Qazaxstanla Türkmenistan deyir, biz neytralıq, biz istəmirik ki, hansı üçüncü ölkə. Və bu məqamı tutandan sonra qalanı məsələlər həll olmaq olar. Çünki orada sözlə oynayırsan, tapırsan hansı istiqamətində, əsas istiqamət lazımdır. Bildin ki, bu istiqamətində davam etdirək. Davam etdirdi və konvensiya layihəni təsdiqlədi.